Evdə yaşaya-yaşaya təmir etməyin nə demək olduğunu ancaq başına gələnlər bilər. Çox çətin və yorucu prosesdir. Üstəlik sənin səhifən var, blogersən və gündəlik storylər, postlar paylaşmalısan. Bu işimi birəbir çətinləşdirir, amma mənim üçün çox xoşdur. Çünki izləyicilərim məndən nəyi necə etdiyimi maraqla gözləyirlər. Ona görə də ustalar getdikdən sonra belə bir kiçik blog çəkmə qərarına gəldim. Özüm üçün çay qoyub başlayıram tör-töküntünü götürməyə. Qapıların ağzına belə bir şeylər qoyuram ki, ən azından tozun girişini azaldım. Hər dəfə ustalar getdikdən sonra toz soranlayıb yerləri silirəm ki, nə qədər olmasa da tozun qarşısını ala bilim. Təsəvvür eləyin, bu dəqiqə hər şey hər yerdədir. Zalda soyuducu, 2 növ divan, müxtəlif qablar, həyətdə aləm dəyib bir-birinə və mən bunları görməzdən gəlib həyatıma sevinclə davam etməyə çalışıram. Çünki nəticədə çox gözəl mətbəxim və salonum olacaq və əminəm ki, dadlı reseptlər, faydalı postlar sizi gözləyir. Təmizlik vloqunu belə tör-töküntüdən, yoxsa təmiz evdən görəndə xoşunuza gəlir. Bura isə bizim evin girişi idi və mini mətbəx edib nə qədər olmuyor ustaların yeməyini burada hazırlamağa çalışıram. Köhnə mətbəximin qaz olan hissəsini kəsdirib ora yerləşdirdim. Bura isə bizim mətbəxin yeridir. Ona görə sökmüşük ki, yerdə 4-5 santimetrə yaxın əyrilik var idi. 10 il əvvəl biz bu evi alıb remont edəndə böyüklər sağ olsun icazə vermədi ki, polu dəyişək o vaxtı, düzlüyünü alaq. Ona görə cəriməsini indi çəkirik. Siz olun, öz bildiyinizdən ödün verməyin. Böyüklər çox vaxt doğru məsləhət versə də bəzən səhv məsləhət verə bilirlər. Sonda da üz baxımımı eləyirəm. Nə olursa olsun dünya yansa da üzümü səhər axşam yuyub qulluğumu etməliyəm. Çünki mənim işim xanımları həm zəhmətkeş, həm də baxımlı olmağa sövq etməkdir. Bugünlük bu qədər. Təmir və təmizlik vloqlarının davamında görüşmək üzrə. Allah'a əmanət olun. Hələlik.